Salam, hər vaxtınız xeyir olsun. Həqiqi ədədlər mövzusunun 9-cu sinif buraxılış testi 2025-dən izahını verməyə başlayıram. Deməli, diqqətli olaq. Deyir, birinci sualdakı 3,7 ədədinə uyğun olan nöqtə ədəd oxunda harda yerləşir? 3,7 gördüyünüz kimi uşaqlar, burada 3 ilə 4-ün arasında olar da 3,7. Çünki 3 ilə 4-ün arasında sonsuz sayda ədədlər var. Ədəd deyəndə yadınızda saxlayın ki, kəsirlər də bir ədəd sayılır. 3,1, 3,2, 3,3 və s. və axır 3,1, %2, %3 belə gedir. 3,1, 1,2, 1,3 və s. və axır. Option 3 ilə 4-ün arasında nə qədər ədəd var? Sonsuz sayda ədəd var. Amma desə ki, 3 ilə 4-ün arasında neçə dənə tam ədəd var? Onda tam ədəd yoxdur. Aydındır. Yəni bir var ədəd, bir var tam ədəd. Yəni bu şeyləri qarışdırmayın. 3,7 də bir ədəddir. Amma necə ədəddir? Kəsr ədəddir. Necə kəsirdir? Onluq kəsirdir. Və bu 3,7 3-ü keçibdir, amma 4-ü aşmayıbdır. Yəni hansı nöqtələr arasında yerləşir? S ilə D-nin arasında. İkinci sualı özünüz yazarsınız. Keçək üçüncü suala. Deyir, qarşılıqlı tərs ədədlər cütünü göstərin. Bilirsiniz ki, qarşılıqlı tərs ədədlər sürətlə məxrəcin yerinin dəyişmiş versiyasıdır. Məsələn, 3-də 5-in tərsi olmalı idi nə? 5-də 3. Amma burada nə verib? 5-də 6. Bu deyil. 8-də 7-nin tərsi nə olmalı idi? 7-də 8. Gəlin bunu çevirək düzgün olmayan kəsirləri. Necə çeviririk? Tamı vururduq məxrəcə, biri vururduq 7-yə. Üzərinə gəlirdik, sürəti yazırdıq. Sürətdə məxrəc olduğu kimi qalırdı. Bu da olurdu 7-də 8. 8-də 7 ilə 7-də 8 qarşılıqlı tərs ədədlər cütüdür. Yəni cavabımız C variantı. A variantı deyil. Çünki 1,8-də 1-i düzgün olmayan kəsrə çevirəndə 8-də 9 eləyir. 8-də 9-un tərsi 9-da 8 olmalı idi. Burada 6-da 8 verilib. Həmçinin də digərlərdə buna aiddir. Sonra 4-cü sualın davam eləyək. Deyir, -7 tam %82 ədədi ədəd oxunda hansı iki qonşu tam ədəd arasında yerləşir? Bildiyiniz kimi mənfi ədədlər necədir? 0-dır, sonra -1-dir, -2-dir, -3-dür. Əlinmirəm, axıra qədər yazıram. -4-dür. Sonra nədir? -5-dir, -6-dır. -7'dir və -7 tam %82'dir. Sonra -8'dir. Düzdür? -7 tam %82 burada hazırca görünür. Kimlərin arasında yerləşir? -8 ilə -7'nin arasında. Yəni variant olaraq B variantı. 5-ci sual elə bayaqların buna oxşar bir şey izah elədim. Ona görə 5-ci sualı özünüz taparsınız. 6-cı sualını davam eləyək. 6-cı sual rahat dəstində. Biri mənfi, biri müsbət olanda böyük ədəddən balaca ədədi çıxıram. Yəni 4,6-dan çıxıram 3,5-i. Vergülün altından vergül düşdüyünə diqqət eləyin çıxanda. 6-dan 5 çıxanda 1, vergül məndə vergül, 4-dən 3 çıxanda 1. 1,1. Daha sonra isə -4,6-nın üzərinə 1,1-i gələcəm. Bunun üçün böyükdən balacanı çıxacam. 4,6-dan 1,1-i çıxacam. Olacaq 3,5. Sadəcə böyüyün işarəsi mənfi olduğu üçün yekun cavab -3,5 olacaq. Yəni B variantı. 7-ni özünüz yazarsınız. Və yaxud da bunu nə edə bilərdiniz? Gəlin onu da deyim sizə. Və yaxud da bunu belə də eləyə bilərdiniz. Məsələn 6 deyil. -4,6 üstə gəl. -3,5 üstə gəl 4,6. Bunu belə də eləyə bilərdiniz. -4,6 müsbətlə mənfi vurulanda nə olurdu? Yadınızda müsbət mənfiyə vurulanda mənfi olurdu. Aha, olur -3,5. Sonra müsbətə vurulanda nə olurdu? Demişdim. Müsbət olurdu. Müsbəti müsbət 4,6-ya vuranda müsbət 4,6 eləyir. -4,6 müsbət 4,6 ilə islah gedir. Cavab qalır -3,5. Yəni variant olaraq nə variantıdır? B variantıdır. 7-ni də bu cür yaza bilərsiniz. 8-də uşaqlar bu işarə modul işarəsidir. Düz xətlə göstərilir. Moduldan əsla və əsla mənfi çıxmaz. Siz bilirsiniz, modul sözünün mənası məsafə deməkdir. Məsafə də heç vaxt mənfi olmaz. 5,3-dən 7,8-i çıxmağı tələb eləyir.
Biri müsbət, biri mənfidirsə, böyükdən balacanı çıxırsınız. Təbii ki, böyük 7,3-dür. Deyəcəksiniz ki, bəs 7,8-in qarşısında mənfədədir var axı. O necə böyük olur? Uşaqlar, modulu böyük olandan söhbət gedir. Yəni, sən o mənfini hələ ki görmə. 8-dən 3 çıxanda 5, vergül məndə, vergül 7-dən 5 çıxanda 2. Mənfi 2,5 eləyir, çünki böyüyün işarəsi mənfidir. Modulda mənfi 2,5-dən də təbii ki, müsbət 2,5 çıxır Y variantı. 10-cu sualı artıq bayaq izah elədim. 11-ci sualı bayaq izah elədim. Özünüz yazarsınız. 12-ni də izah eləmişik. Özünüz yazarsınız bunu. 13-cü sualın birini izah eləyim, birini siz yazarsınız. 13-cü sual. Birinci təbii ki, mən mötərizənin içərisini həll eləyəcəm. Yəni 2-də 1-dən çıxacam 8-də 1-i. Birinci budur. 2-də 1-dən 8-də 1-i çıxmaq üçün təbii ki, mən bunları ortaq məxrəci gətirəcəm 8-ə. Bunu 4-ə vuracam, bunu 1-ə vuracam. 4-dən də 1 çıxanda cavab 3 eləyəcək. Sonra ikinci addım. 8-də 3-ü bölməliyəm kimə? Mənfi 2-yə. Böləndə nə baş verəcək? 8-də 3-ü vuracam mənfi 2-də 1-ə. Çünki mənfi 2-nin məxrəcində 1-dir. Bunu da tərsinə çevirəndə mənfi 2-də 1 olacaq. Məxrəci məxrəcə vurub məxrəcdə yazacam. Sürəti sürətə vurub sürətdə yazacam. Müsbət ədəddə mənfi ədədə vuranda cavab mənfi 16-da 3 eləyəcək. Sonra üçüncü addımım nədir? Üçüncü addımım budur ki, bölmə əməlini yerinə yetirin. Bölməni yerinə yetirəndə 16,4-də 1 bölünsün mənfi 4 eləyəcəm. 16,4-də 1-i düzgün olmayan kəsrə çevirəndə 16-nı 4-ə vuracam 64, üstünə də 1 gələcəm 65. Bunu bölmək mənfi 4-ə, yəni tərsinə vurmaq deməkdir. Sürü müsbəti mənfiyə vuranda yenə mənfi eləyir. Birinci işarəni qoyun həmişə. 4-də 65 müsbət ədəddə. Hardan bildim? Çünki qarşısında işarə olmayanda bilin ki, o müsbət ədəd deməkdir. Mənfi 4-də 1 də mənfi ədəddir. Hardan bildim? Çünki mənfidən. Bu boyda mənfi qoyub bəs sənə. Müsbəti mənfiyə vuranda mənfi eləyir. 65-i 1-ə vurursan, sürəti sürətə vurursan, məxrəci də məxrəcə vurursan, bu da bunun cavabı. Ortada nə işarəsi var? Çıxma. Deməli, bayaqki cavabdan 4-cü addımda, birincidən aldığım cavabdan mənfi 16-da 65-i nə edəcəm? Çıxacam. 2 dənə çıxmanı yanaşı görəndə bilin ki, mənfini mənfiyə vuranda cavab müsbət eləyir. Onda olacaq mənfi 16-da 3, üstə gəl 16-da 65. Biraz. Misalı yazanda səbirli olmaq lazımdır. Asta-asta gedin. Qaçacaq, qovalayacaq yerimiz yoxdur. Biri mənfi, biri müsbət olanda bir var tez-tez yazasan, hamısını səhv yazasan. Bir də var ki, nə edəsən? Səbirlə yazasan, az olsun, saz olsun. Böyükdən balacanı çıxıram, 65-dən 3-ü çıxıram, 62. Böyüyün də işarəsi müsbət olduğu üçün müsbət. 62-ni 16-ya böləndə düşəcək 3,16-da neçə? Deməli, düşəcək 62-dən 48 çıxacam da, 62-ni 16-ya necə bölürəm? Budaqlı. 3 dəfə 16, 48, 62-dən də 48 çıxanda 4, 1. Aha, 3,16-da 14. Təzdən bu da ixtisar getsə, qalacaq 3,8-də 7. Yəni, nə variantı? C variantı. 14 sizlikdir. 15 tipli suallarla davam edirəm. 15-ci sualda yadınızda saxlayın ki, bu işarəni təyin eləmək üçün modulun içərisindən müsbət alınırsa olduğu kimi çıxır, mənfi alınırsa yerini dəyişib çıxır. Bəs müsbətliyini, mənfiliyini necə təyin eləyə bilərəm? Köçdürücü kvadrata yüksəldirəm. Köçdürücü kvadrata yüksəldəndə kvadratla kök bir-birini yeyir, 3 qalır. 2-ni kvadrata yüksəldirəm, 4. 3-dən 4 çıxanda nə eləyir? Mənfi eləyir. 3-dən 4 çıxanda mənfi elədiyi üçün bunun işarəsini nə edirəm? Yerini nə edirəm? Dəyişirəm. Onda olur 2 çıx köçdü 3 modulda silirəm. Ortada çıxma işarəsi var. Mən də çıxma. Çıxmadan sonra həmişə mötərizə açın. Yadınızda saxlayın. Bir şeylə bir şeyi toplayanda heç vaxt mənfi eləyə bilməz. Ona görə bu olduğu kimi çıxacaq elə. Müsbət alınırsa olduğu kimi çıxır. Mənfi alınırsa yerini dəyişib çıxır. Yerini dəyişmək nə deməkdir? Yəni köçdü 3 minus 2 yox. 2 minus köçdü 3 olur.
Başa düşürsünüz yerini dəyişmək nə deməkdir? Yəni köçdü 3 minus 2 yox, 2 minus köçdü 3 olur. 2 minus köçdü 3. Sonra bu minusu plus köçdü 3'e vuranda minus köçdü 3. Minusu plus 2'ye vuranda minus 2. Minus 2 ilə plus 2 bir-birini yedi. Köçdü 3'e sanki 1x kimi baxın. Bax buna sanki 1x kimi baxın. Yanında da heç nə yoxdursa 1x. Mənfi 1x, mənfi 1x. İkisi də mənfi olanda toplayırsan, qabağa mənfi qoyursan. İndi x'in yerinə köçdü 3 yazırsan. Olur mənfi 2 köçdü 3. Yəni variant olaraq C variantı 16 sizlikdir. Yadınızda saxlayın ki, 2 dənə ədədin qarşılıqlı tərs olanda, 2 dənə ədəd qarşılıqlı tərs olanda, bunların əsla biri müsbət, biri mənfi ola bilməz. Bəli, başdan belə variantları çıxırsınız. Eyni ədədin bir müsbəti, bir mənfisi əks ədəd adlanır. Tərs ədəd odur ki, sürətlə məxrəcin yeri dəyişsin. Yaxşımı? Bir də ki, işarələri də eyni olmalıdır. Ya ikisi də müsbət olmalıdır, ya ikisi də mənfi. Gerisi sizlikdə özünüz yazarsınız. 17 tipli suallarda qeyd eləyərsiniz özünüzdə. Bu qeydi də hamıdan soruşacağım. Modul x bərabərdir mənfi x-dırsa əgər, x burada yalnız mənfi qiymətlər alır. Yəni mənfi sonsuzluqdan sıfıra qədər. Belə də göstərmək olar. Yəni D variantı. Əgər yox, modul x müsbət x-ə bərabərdirsə, burada isə x 0 müsbət sonsuzluq qiymət alır. Yəni 0-ın özündə ala bilər. 19-cu sualla davam eləyirəm. 3 ədədinin əksi. 3 ədədinin əksi mənfi 3'dür. Bir dənə qabağına mənfi at. 3 ədədinin tərsi isə yadınızda saxlayın. 3'ün məxrəcinə 1 atanda, məxrəclə sürətin yerini dəyişəndə bu olur 3'də 1. Məndən də əksi ilə tərsinin nəyini istəyir? Fərqini istəyir. Yəni mənfi 3 çıx 3'də 1. İkisi də mənfi olanda topla 3/3'də 1 və qabağa mənfi qoy. 3/3'də 1'i düzgün olmayan kəsrə çevirsən, 3'ü 3'ə vurub üstünə 1 gələcəksən 3/10, qabağa da mənfi qoyacaqsan. Cavab B variantı. Sonra 21-ci sualla davam eləyək. 21-ci sualda yadınızda bir şeyi saxlayın ki, bir şey deyim sizə. Mənfi 2'nin kubu var, bir də mənfi 2'nin kubu var. Bunların heç bir fərqi yoxdur. İkisində də cavab mənfi 8 eləyir. Əslində, məsələn, amma kvadratda fərqini görəcəyik. Baxın, bir mənfi 2'nin kvadratı var, bir də mötərizəsiz mənfi 2'nin kvadratı var. Burada uşaqlar, kvadrat həm mənfiyə aiddir, həm 2'yə. Yəni, həm mənfini, həm 2'ni təkrarlayır. Mənfini də mənfiyə vuranda müsbət 4 eləyir. Burada isə kvadrat ancaq 2'yə aiddir. Mənfiyə dəxlisi yoxdur. 2'ni 2'yə vuranda 4, qabağında da mənfi həmişə olur. Aydındır. Amma kublarda elə bir fərq olmur. Çünki mənfi 2, vur mənfi 2, vur mənfi 2. Mənfini mənfiyə müsbət, onu da təzdən mənfiyə mənfi. Amma burada isə mənfini saxlayırsan, 2 vur, 2 vur, 2, yenə mənfi. Yəni ona görə cavablar fərq olmur. Option burada mənfi 8'i vuracaqsa mənfi 1/125'ə cavab alınacaq müsbət. Aldığın cavabdan da 3'ün kvadratı yəni 9'u çıxacaqsan, cavabı tapacaqsan. Burası sənlikdir. 23-cü sualla davam eləyək. Deyir x mənfi 11 olarsa, x'in yerinə mənfi 11 qoysam, mənfi 11'in üzərinə 5 gələndə böyükdən balacanı çıx, böyüyün işarəsini yaz. Mənfi 11 çıx, 11'dən 5 çıxanda 6, 11'in də işarəsi mənfi olduğu üçün 11 böyükdür axı. Böyüyün işarəsi qoyulur həmişə. Mənfi 6 eləyir. Amma modulda olduğu üçün modulda mənfi 6'dan nə çıxacaq? 6 çıxacaq. Yəni buradan 6 alınır. Sonra 2'dən 6'nı çıxanda yenə böyükdən balacanı çıxırsan. 6'dan 2'ni çıxanda 4. Qabağa da mənfi qoyursan. Çünki 6'nın işarəsi mənfi olacaq. Olacaq mənfi 4. Mənfi 4 də modulda olduğu üçün təzdən bundan həmişə nə çıxacaq? Müsbət 4. Moduldan əsla mənfi çıxmaz. 24-cü sualda elədim. Moduldan heç vaxt mənfi çıxmaz. Bütün mənfiləri müsbət elə, hesabla getsin. Hesablamağın daha rahat yolunu deyim sənə. Məsələn, buradan 4/2 çıxacaq. Buradan da 0/7, buradan 3/2, buradan da 16. Düzdür? Burada 4/2'də vergüldən sonra bir rəqəm var. Burada da 0/7'də vergüldən sonra bir rəqəm var. Rahat şəkildə silə bilərsən. Vergülləri 42'ni 7'yə böləndə cavab 6 eləyir. Əgər 3/2'nin vergülünü silmək istəyirsənsə, yəni bunu bir növ sən elə bil 10'a vurursan.
Onda 16'ını da ona vur, 160 yaz. İxtisar elə alınacaq cavab. 25-ci suala artıq məncə izaha ehtiyac yoxdur. Birinci bölməni hesablayacaqsan. Bölməni hesablayanda zəhmət olmasa 5'tan 5'te 1'i, 5'te 2'ni düzgün olmayan kəsrə çevirməyi unutma. Müsbəti mənfiyə böləndə cavab mənfi eləyir. 2 dənə mənfini yanaşı görəndə cavab müsbət eləyir. Aldığın cavabın üzərinə 3/5'i gəlməyi unutma. Biri mənfi, biri müsbət olanda böyükdən balacanı çıxıb böyüyün işarəsini qoymağı unutma. Əgər ortaq məxrəcdə deyillərsə, ortaq məxrəcə gətirməyi unutma. Mörtərizədən aldığın cavabı 0,6'ya vurmağı unutma. Gerisi sizlikdir. Bunu yazmayacağım. 28 tipli suallarla davam edirik dostlar. Deməli uşaqlar, kvadratla kök gedir, burada 14 qalır. Kvadratla kök gedir, buradan amma 11 qalır. Yadınızda saxlayın ki, cüt dərəcə kök var, kök. Bu kök işarəsi. Kökün burasında əslində dərəcə var. Əgər bura dərəcə yazılmayıbsa, bilin ki, bu kökün dərəcəsi 2'dir. 2 heç vaxt yazılmır. Amma qalanlarında yazılır. 3 yazılacaq, 4 yazılacaq, 5 yazılacaq, 6 yazılacaq. 1 də ola bilməz kökün dərəcəsi. Ancaq 2 yazılmır. 2 indi sən çaşırsansa yaz hələ ki. Yəni buralara 2 yaza bilərsən, çaşırsansa. Amma yazılmamalıdır əslində. 2 də cüt ədəd olduğu üçün cüt ədəddən heç vaxt cüt dərəcə kökdən mənfi çıxmaz. Baxın. Cüt dərəcədən kökün altı mənfi olmaz. Cüt dərəcə kökdən mənfi çıxmaz. Aydındır. Ona görə də kök altında mənfi 11'in kvadratı olanda kvadratla bu gedir. Modul da mənfi 11 qalır. Və moduldan da heç vaxt mənfi çıxmaz deyə müsbət 11 çıxır. Yadınızda qalsın. Həmçinin burada da gedəcək müsbət 8 qalacaq. Amma bu qabağında çıxmalara dəymirsən. Olur 14, üstə gəl 11, çıx 11, çıx 8. Üstə gəl 11, çıx 11 ilə getdi. 14'dən də 8 çıxanda cavab elədi 6. A variantı. Sonra 29-cu sualdan davam eləyək. 29-cu sualda deyir mənfi 5,2 ilə 10,4 ədədlər arasında tam ədədlə bax. Əlinmirəm, yazıram, fikir ver. 10, 10,4, 9, 8, 7, 6, 5, 4, sonra 3, 2, 1, 0, mənfi 1, hələ də davam eləyirəm. Mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, mənfi 5,2 mənfi 5'dən o tərəfdədir. Onda mənfi 5'i, mənfi 4'ü, mənfi 3'ü hamısını sayacağım. Mənfi 5, çıx 4, çıx 3, çıx 2, çıx 1, üstə gəl 0. Əslində bunlar da üstə gəl idi. Əslində baxın belədir. Mənfi 5, üstə gəl, mənfi 4, üstə gəl. Mənfi 3, üstə gəl, mənfi 2, üstə gəl. Mənfi 1, üstə gəl 0, üstə gəl 1, üstə gəl 2, üstə gəl 3, üstə gəl 4, üstə gəl 5, üstə gəl 6. Üstə gəl 7, üstə gəl 8, üstə gəl 9, üstə gəl 10. Düzdür? Onda nə olur? Bax, mənfi 5'lə müsbət 5 gedir, mənfi 4'lə müsbət 4 gedir, mənfi 3'lə müsbət 3 gedir, mənfi 2 ilə müsbət 2, mənfi 1 ilə müsbət 1. Və bunları cəmləyirsən, cavabdır 13, 21, 30 və 40. Cavab nə variantıdır? D variantıdır. 31-ci sual. A müsbət, B mənfi ədəddirsə ifadələrdən hansını ən böyük olar? Təbii ki, A-ya bir dənə müsbət ədəd verirsən, məsələn, özümdən atıram 2. B-yə bir dənə mənfi ədəd verirsən, hesablayırsan, hansının qiyməti ən böyük olsa, onu da götürürsən. 33-cü sual. Mənfi 11'dən böyük, 2'dən kiçik neçə tam ədəd var? Onu da ədəd oxununda yazıb taparsan. 35-ci sualdan davam eləyək. Bunları siz yazacaqsınız. 2 toplanandan birinə 10, digərinə mənfi 13 əlavə edilsə cəm necə dəyişər? Elə yaxşı olar ki, 10 ilə mənfi 13'ü cəmləyəsən. Müsbəti mənfiyə vuranda çıxma olur. 10 çıx 13. Böyükdən balacan çıx. 13'dən 10 çıx 3. Qabağa da mənfi qoy. Mənfi 3. Mənfi 3, 3 vaid azalma deməkdir. Müsbət 3 alsaydım 3 vaid artma demək olardı. Bitdim. Daha sonra davam ediyor 37-ci sualla. X sıfırdan kiçik ədəddir. X sıfırdan kiçik ədəddirsə, deməli burada nə edəcəksiniz? 36'nı siz yazacaqsınız.
37-ci sualı. Deyir x sıfırdan kiçik olduqda ədədlərini müqayisə edin. X-a bir dənə -2 versəm, qoysam yerinə hamısında. Uşaqlar, normalda sürətləri eyni olan kəsirlərdən məxrəci kiçik olan böyük, böyük olan kiçikdir. Düzdür? Amma mənfilərdə iş dəyişir. Elə kiçik olan kiçik olaraq da qalır. Mənfi elə bir ki 2 dəfə dəyişir, 2 dəfə fırladırsan da çarxı. Bir dəfə düşünürsən ki, bunlar müsbət olsaydı, sürətləri eyni olan kəsirlərdən məxrəci böyük olan kiçik olurdu, kiçik olan böyük olurdu. Yəni bunlar müsbət ədəd olsaydı, ən böyüyü 14-də 2 idi. Amma mənfi ədəd olduğu üçün yenə çarxı fırladın, ən kiçik ədəd -14-də 2 oldu. Obşum, A kiçikdir B-dən, o da kiçikdir C-dən. Yəni necə varsa elə də qalır. 39-da dedim də modulda mənfi çıxmaz. 41 tipli suallarda bayaqdan deyirəm, mənfi ilə mənfi toqquşu müsbət yaradır. 8 ilə 8 16, böləndə 16-ya 1, 1-dən də 3 çıxanda -2. Da gülüncdür. Biri adi kəsir, biri onluq kəsir olanda mütləqdir ki, onluq kəsirə adi kəsirə çevirəsiz. İstəsən lap bunu ixtisal eləyib 2-də 1 də yazarsan. Sonra da 2/4-də 3-dən 2-də 1-i çıxarsan. Ortaq məxrəci gətirib. 44 də məncə asandır, özünüz yazacaqsınız. 45. Ədədlərdən hansıların ədədə ortası 10-dur? Ədədə orta anlayışı nədir? Ədədlərin cəminin ədədlərin sayına nisbəti. Ədədlərin cəminin ədədlərin nəyinə nisbəti? Sayına nisbəti. Nəyi verir? Ədədi ortanı verir. Nə edəcəksiniz? 13.6, 14.2, 16.6. Bunları cəmləyəcəksiniz. Cəmləyək 14.2, bir də 16.6. 6-nın üzərinə 2, 8, 8-in üzərinə 6, 14. Bir yadda. Fikir verirsinizsə, cəmləyəndə vergülün altından vergül düşməsinə diqqət eləyirəm. 3-ün üzərinə 4, çıxmada da belə eləyəcəm. 3-ün üzərinə 4, 7, 7-nin üzərinə 6, 13, üstünə də 1 gələndə 14, 1 yadda. 1-in üzərinə 1, 2, üzərinə 1, 3, 1 də yadda 4, vergül, məndə vergül. 44,4-ü də mən götürüb 3-ə bölsəm, niyə 3-ə bölürəm? Çünki 3 dənə ədəd var. Ədədlərin cəmini onların sayına bölürəm ki, ədədə ortanı tapım. 4'ü ayırıram. 4'ün içərisində 3 bir dəfə. 1 dəfə 3, 3. 4'dən 3, 1. 14, 4. 4 dəfə 3, 12, 2. Vergül, məndə vergül 24, 8. 14,8 elədi. Məndən nə istəyirdi? 10 olsun. Yəni hamısını belə variant yoxlayacaqsınız. Hansında ədəd orta 10-dursa onu götürəcəksiniz cavab. 46 da məncə artıq aydındır. Ədəd oxu ilə işləyəcəksiniz. 47 də məncə artıq aydındır. 48 məncə bilirsiniz 48-i. Bir dənə də yadınıza salın. Ədəd oxunda 3 ədədindən 8 vaid məsafədə bir sağda ədəd var. 3-ün üzərinə 8 gəlib deyirsən 11. Bir də solda ədəd var. 3-dən 8 çıxıb deyirsən -5. -5 və nədir? 11-dir. 49-da sadəcə yerinə qoy və moduldan çıxaranda bilginən ki, müsbət çıxacaq. Ondan sonrası davam eləyəcək. 50 tipli suallarda artma sırasını istəyir. Artma sırası kiçikdən böyüyə doğru düzürsən. Bir var -3, bir də var -3'ün ardıcan sıfırlar gəlir. Bir də var -3 dövrdə 5. Dövrdə 5'i açanda -3, 5, 5, 5, 5 belə gedir. Təbii ki, bunlar normalda müsbət ədəd olsaydı bu böyük olacaqdı. Amma mənfi ədədlərdə böyük olan balaca olur deyə bu balaca olacaq. Deməli, ən balacası bir də -3,5 var da. Bunda ardı sıfırlarla tamamlanacaq. Yenə də ən böyüyü budur. Deməli, ən balacası bundan başlayacağım. Bu, sonra bu. Düzdür? Artan sırayla deyir ha. Balacadan böyüyə doğru. Sonra bu, sonra bu, sonra bu. Option A variantı. Sonra bunu özünüz yazarsınız. 51 tipli sualı özünüz yazarsınız. Sonra keçək 52'yə.
Diğer kök altında 20,4 ədədi hansı iki ardıcıl tam ədəd arasında yerləşir? Uşaqlar, kök altında 20,4, kök altında 20'ni fikirləşsəniz, bu soldan kökdə 16'ya yaxındır ədəd oxunda. Ədəd oxunda kökdə 20 ortadadır. Bundan solda kökdə 16'dır. Bundan sağda kökdə 25'dir. Düzdür? Burada 4, burada 5 çıxır. En yaxını budur da, yəni 4 ilə 5'in arasında yerləşir. İndi deyəcəksiniz ki, müəllim, kökdə 21'i niyə götürmədin? Ay başladım, 21'dən kök çıxmır. Məsələn, kökdə 22'yi niyə götürmədin? 22'dən kök çıxmır. Mənə kök çıxan ədəd lazımdır və ən yaxını da 25'dir. Ay müəllim, kökdə 36'ı niyə götürmədin? Kökdə 36 gör kökdə 20'dən nə qədər uzaqdadır? Sənə deyirəm ki, ən yaxın olsun. Məsafə cəhətdən ən yaxınını seçirsən. Option 4 ilə 5'in arasında, elə bu da onların arasında yerləşəcək. 53-cü sualına davam eləyək. Deyir, Vasif 6 gün ərzində hər gün məktəbə gedərkən yola sərf etdiyi zamanı ölçmüş və nəticələri cədvələ yazmışdı. Vasif 6 gün ərzində məktəbə gedərkən yola orta hesabla. Orta hesabı soruşursa səndən, yadında saxla ki, səndən ədəd ortanı soruşur. Yəni, nə edəcəksən? Bunları cəmləyəcəksən, hamısını və böləcəksən 6 gündür deyə 6'ya tapacaqsan cavabı. 54 də bundandır. 55 tipli sual. Ədəd cütlərinin neçəsi qarşılıqlı tərs ədədlərdən ibarətdir? Bu da bayaqçılardandır. Bunu da izah eləməyəcəm. 56 tipli sual. 56'da necədir? Baxaq. 56'da deyir, iki ədədin ədədi ortası 23,22'dir. Bu ədədlərdən biri 23,22'dirsə, deməli bir ədəd 23,22'dir. O bir ədədi bilmirəm. Və 2 dənə ədəd olduğu üçün cəmini 2'yə bölürəm, verir ədədi ortanı. Ədədi ortada 23,22'dir. Bunun məxrəcində heç nə yoxsa, bura 1'i atmağı vərdiş yaradırıq və çarpaz vururuq. Olacaq x plus 22 tam, daha doğrusu x plus 23 tam %22 bərabərdir. 2 vurulsun 23 tam %22, o da 46 tam %44. X'i də tapanda 46 tam %44'dən 23 tam %22'ni çıxıram. 4'dən 2, 2 çıxanda vergülün altından vergül düşməyinə fikir verirəm. Bu da 23 tam %22'nin özü imiş elə. Yəni D variantı. Sonra 57 tipli sualdan bayaqların birini izah elədim. Artıq bunu özünüz yazarsınız. 58 tipli suallar. Bunu da izah elədim. Balacadan böyüyə doğru düzürsünüz. Sonra 59 tipli sualdan da izah elədim. 60 tipli sual. İrrasional ədəd kökdən çıxmayan ədəddir. Bilirsiniz yəqin ki. Məsələn, kvadrata yüksəldəndə bunun mötərizədəki hər şeyə aiddir. Həm 5'in kvadratı yüksəldirsən, həm də kökdə 2'ni kvadrata yüksəldirsən. Kvadratla kök gedəcək, 2'nin özü qalacaq, 5'in də kvadratı 25 eləyəcək. Bunu da 2'yə vuranda cavab 50 eləyəcək. 50 də necə ədəddir? Rasional. Deməli, bu necə oldu? Rasional. Bunu da qeyd şəklində özünüzdə qeyd eləyərsiniz. Deməli, 5 kökdə 2'nin kvadratı, kvadrat həm 5'ə aiddir, həm 2'yə. Olacaq 5'in kvadratı vur, kökdə 2'nin kvadratı. Bunu qeyd eləyərsiniz dəftərinizdə, soruşacağım. Olacaq 25, bu da kvadratla gedəcək 2, vuracaq 50. Sonra burada köklər ayrı-ayrıdırsa, biz bunları gələcəkdə daha yaxşı keçəcəyik. Bir kökün altına salırsınız, 4, kökdə 4'dən də konkret nə çıxır? 2 çıxır. Rasionaldır. Kökdən konkret çıxan ədədlər hamısı rasional ədədlərdir. Məsələn, bu da bir kökün altına salınacaq 5/20. Bu da 4'də 1. 4'də 1 də ki, uşaqlar, kökdə 1 bölünsün kökdə 4 şəklində yazılanda kökdə 1 elə 1'in kvadratıdır, kökdə 4 də 2'nin kvadratı. Yəni 2'də 1 də bir kəsr ədəd olduğu üçün bu da rasionaldır. Natural ədədlərdir, kəsr ədədlərdir, tam ədədlərdir, yəni mənfi ədədlər, müsbət ədədlər, sıfırın özü, bunlar hamısı dövrunluq kəsirlər, bunlar hamısı rasional ədədlərdir. Kökdən çıxan ədədlər hamısı rasional ədədlərdir. Məsələn, kökdə 20 kökdən çıxmır, kökdə 5 də kökdən çıxmır. Bunlar kökdən çıxmadığı üçün bunlar da bir-birindən çıxanda kökdən, amma bu çıxacaq. Necə? Bax, kökdə 20'ni əslində mən elə 2 ədədin hasili şəklində göstərirəm ki, onlardan biri kökdən çıxan olsun. Məsələn, 4 vur 5.
Ay müəllim, 2 vur 10 kimi göstərmək olmaz? Olar. Amma 2 də kökdən çıxmır, 10 da kökdən çıxmır. Mənası nə oldu ki bunun? Sən bunu bilirsən, nə etməlisən? Məqsəd bilirsən burada nədir? Məqsəd odur ki, sən bunun birini ən azından kökdən çıxarasan ki, bu bir adcana sadələşə. Sən bunu heç birini kökdən çıxara bilmirsən. Bu sadələşib zad eləmir. Bunun nə xeyri oldu ki sənə? Heç bir. 2 kökdə 5. 2 kökdə 5-dən də 2 kökdə 5-i çıxanda, ədədin özündən özünü çıxanda cavab 0 qalır. 0 da bir tam ədəd olduğu üçün rasionaldır. Bizdə nə istəyir? İrrasionalı. İrrasional variantı D variantıdır. Niyə? Çünki dostum, 2 kökdə 5-dən kökdə 5-i çıxırsan. Kökdə 5-ə 1x kimi bax. 2x-dən x-i çıxırsan. Cavab x qalmır. X də nə idi? Kökdə 5. Kökdə 5 də nədir? Kökdən çıxmayan ədəd. Kökdən çıxmayan ədədlərdə nə deyirdik? İrrasional ədəd. P-dir, Y-dir, kökdən çıxmayan ədədlərdir. Bunlar irrasional ədədlərdir. Amma dövr onluq kəsirlər təkrar eləyirəm ki, rasionaldır. Nədən ki konkret cavab alırsan, rasionaldır. Nədən ki təxmini cavablar alırsan, irrasionaldır. Dövr onluq kəsir ona görə rasionaldır ki, onu konkret kəsr şəklində göstərmək mümkündür. 61 özün yazarsan, zəhmət olmasa. Məsələn, 61-də bir dənə Y variantını deyim sizə. Kökdə 2-ni 3 dəfə öz-özünə vuracaqsınız. Bunu mən hamısını bir kökün altına salıb 2 vur, 2 vur, 2 vur, 2. O da kökdə 8 eləyir. Kökdə 8 də bildiyiniz kimi kökdən çıxmayan ədəddir. Kökdən çıxmayan ədədlər də irrasional ədədlərdir. O üçün bunların digərlərini özünüz yazarsınız. 63-cü sual. Ədədlərdən hansı rasionaldır? Bu da ondandır. 64-cü sual. Baxaq 64-cü suala. Deyir ABC ədədlərinin ədəd ortası. Deməli A üstəgəl B üstəgəl C bölünsün 3. Niyə 3-ə böldüm? Çünki 3 dənə ədəd var. Ədədlərin cəmini ədədlərin sayına nisbəti. D və Y ədədlərinin ədəd ortası D və Y bölünsün 2 bərabərdir 11-ə. Bunu da məxrəcinə 1 atıram, çarpaz vururam. Olur A plus B plus C bərabərdir. 16-nı 3-ə vuranda 48 eləyir. D plus Y 2-ni 11-ə vuranda 22 eləyir. Deyir A, B, C, D, Y ədədlərinin ədəd ortasını tapın. Yəni A üstəgəl, B üstəgəl, C üstəgəl, D üstəgəl, Y 5 dənə ədəd olduğu üçün 5-ə böləcəm. A üstəgəl, B üstəgəl, C-nin yerinə 48 yazacağım. D, Y-nin yerinə 22 yazacağım. 48 ilə 22-ni cəmləyib 5-ə böləcəm, cavabdır. 10 41 yadda, 6, 7, 70-i də 5-ə böləndə cavab eləyir 12. Daha doğrusu 14. Yəni variant olaraq Y variantı. 65 sizlikdir. 66-cı sualla davam edək. Standart şəkil deyirsə, qiymətli hissə heç vaxt 37,3 ola bilməz. Çünki biz demişdik ki, qiymətli hissə 1 ilə onun arasında qiymət alır. 1-dən balaca ola bilmir, ondan da böyük ola bilmir. Olsa bəs nə edəcək? Vergülü əvvələ çəkəcək. Neçə rəqəm? Bir rəqəm. Vergülü bir rəqəm əvvələ çəkəndə bunu da bir vahid artırırıq. Mənfi ədədlər tərsini artırır. Yəni cavab Y variantı. 67-ci sual. Burada da nə edəcəyik? Yenə kvadrata yüksəldəcəm. Yenə kvadrata yüksəldəcəm. Çıxacam bir-birindən. İşarə təyin eləyəcəm. İşarə müsbət alınırsa, kökdə 5 çıx 2,5 olduğu kimi çıxacaq moduldan. İşarə mənfi alınırsa, onda 2,5 çıx kökdə 5 kimi çıxacaq. Sonra ardıcan üstəgəl. İkincidən də müsbət alınırsa olduğu kimi çıxacaq. Yox, mənfi alınırsa yerini dəyişib çıxacaq. Sonra da hesablayacaqsan. Gerisi sənlikdir. 68-ci sualla davam edirik. Deyir n bərabərdir. N bərabərdir A plus B-yə. N bərabərdir B plus C-yə. Düzdür? K bərabərdir A plus C-yə. Ədədlərinin ədədi ortası deyir 100-ə bərabərdir. Nə deməkdir? Yəni n plus K bölünsün 3. 3 dənə ədəd olduğu üçün 3-ə böldüm, bərabərdir 100-ə.
Onda belə çıxır ki, n plus k bərabərdir. Bunun məxrəcinə 1 yazıb çarpaz vursam 300. Düzdürmü? ABC ədədlərinin ədəd ortasını istəyir. M-in yerinə A plus B yazsam, E-nin yerinə B plus C yazsam, K-nın da yerinə A plus C yazsam, bərabərdir 300 yazsam, A-nın A-nın cəmi 2A, B ilə B-nin cəmi 2B, C ilə C-nin cəmi 2C bərabərdir 300-ə. Neyniyəcəm? 2-ni ortaq vuruq çıxardacam. A plus B plus C bərabərdir 300. A plus B plus C bərabərdir 302-yə böləndə 150. Düzdür? Düzdür. Ədəd ortasını istədiyi üçün cəmi sayına bölürəm. 3 dənə ədəddir. Ona görə 3-ə bölürəm. Cavab 50. Bitti. Bir də bunu yazarsınız yerinizdə. Sərbəst. 69-cu sualdan bayaqdan izah eləmişəm, özünüz yazarsınız. 70-ci sualı baxaq. Yarışın 11 iştirakçısından 2 nəfər 50 xal, 4 nəfər 80 xal, 5 nəfər 100 xal toplamışdır. Bu nəticələrə əsasən, moda median məsələsini sizə başa salın. Bunu da qeyd eləyərsiniz, dəftərinizdə soruşacağım. Yarışın 11 iştirakçısına 2 nəfər 50 xal, 4 nəfər 80 xal və 5 nəfər 100 xal. Deməli, 11 iştirakçı var. 2 nəfər 50 xal alıb. 50. Düzdür? Sonra 4 nəfər 80 xal alıb. 80. Sonra 5 nəfər 100 xal alıb. Nə deməkdir? 100. Düzdür? İndi bu obşi 500 eləyir. Bu obşi 400 eləyir. Daha doğrusu 4 dənə 800, 320 eləyir. Bu obşi 100 eləyir. Düzdürmü? Deyək, moda. Moda nə deməkdir? Moda ən çox təkrarlanan ədəddir. Bax, 2 nəfər, 4 nəfər və 5 nəfər. Ən çox təkrarlanan hansı xallardır? 5, 100 xalları. Düzdür? Onda deməli bu sıranın modası neçə olacaq? Bu sıranın modası 100 olacaq. Çünki 5 dənə 100 təkrarlanır. Sıranın modası 100 olacaq. Çünki 4 dənə 80 təkrarlanır. 2 dənə 50 təkrarlanır. 5 dənə də 100 təkrarlanır. Ən çox təkrarlanan ədəd 100 olduğu üçün sıranın modası 100 olacaq. Elə bir belə olur da. 50. Sonra 4 dənə 80. Sonra da deyirsən ki 100. 5 dənə də 100. Ən çox təkrarlanan ədəd 100-dür deyə 100-də mod olur. Median isə nədir? Ədədləri kiçikdən böyüyə doğru düzürsən, təkrarlananları da təkrar düzməlisən. Neçə ədəd var? 11 dənə. Tən ortada duran ədəd, tən ortada. Bax, 5 dənəsi buradadır, 5 dənəsi buradadır, tən ortada 80-dir. 80 bu sıranın medianı olur. Tutan ki, uşaqlar sual verirlər ki, ay müəllim, bəlkə 12-dən olardı. Bəlkə burada bir dənə də 100 yazılardı, 12-dən olardı. Onda ortada 2 dənə ədəd dayanacaq. Və ortadakı 2 dənə ədədi cəmləyəcəydin, əgər 12 dənə ədəd olsaydı sırada. Onda sıranın medianını tapmaq üçün ortada 2 dənə ədəd olacaqdı. Onda ortadakı 2 dənə ədədi cəmləyib 2-yə böləcəydin. Olacaqdı nə? Bu sıranın medianı 90. Aydındır? Cüt sayda olanda ortadakı ədədləri toplayıb 2-yə bölürsən medianı tapmaq üçün. Tək sayda olanda isə tən ortadakı median olur. Bir də var ədəd orta. Ədəd ortanı da bilirik də cəminin sayına nisbəti. 50, 100, 80. Deməli 100 üstə gəl 320, üstə gəl 500 bölünsün. Neçə dənə ədəddir? 11 dənə ədəd. Bölünsün 11. Bu da olacaq 420. Bu da olacaq 920. Bu da bölünsün 11. Düzdür? Aha. Gəlin hesablayaq görək nə alınır? 8. Sonra 88 çıxanda 920-dən nə olunur? 4, 40. Bu da 3. 40 da. Optionda 11-də nə bilim neçəsi də qalır? 83-dən nə qədərsə.
Deməli 80 median ən balacasıdır. Sonra ədəd ortadır. Sonra da modadır. Bitti. Aldığımız cavablara əsasən. Deməli necə oldu? Median tək sırada tək sayda ədəd olanda tən ortadakı median götürülür. Amma bir dənə şərt var ki, ədədləri balacadan böyüyə doğru düzməlisən. Əgər qarışıq şəkildə verilibsə ədədlər sənə, mütləq balacadan böyüyə doğru düzməlisən. Məsələn, bax belə bir şey verilir. 2, 6, 3, 4, 5, 7, 8 məsələn. Sən bunu birinci neynəməlisən? Balacadan böyüyə doğru düzməlisən. Düzdün sırasını. Sonra baxırsan. Burada cüt sayda ədəd var. Tək sayda 1, 2, 3, 4, 5, 6, 7. Tək sayda 7 tək rəqəmdir. Tək sayda ədəd var. Onda tən ortada duran median olur. Amma bunu kiçikdən böyüyə doğru düzməsən, ortadakı ədədi səhv götürəcəksən. Median olur. Amma tutalım ki, burada bir dənə 9 olsaydı, cüt sayda ədəd olsaydı, yəni 8 dənə ədəd olsaydı, onda ortada 2 dənə ədəd dayanacaqdı və 5 dənə 6-nı cəmləyib 2-yə böləcəydin, olacaqdı 5,5. Bu sıranın medianı olacaqdı 5,5. Moda nədir? 2, 2, 3, 4, 3, 3, 2, 5, 3. Deməli, bu sırada təkrarlanan ən çox təkrarlanan ədəd 3'dür deyə, 4 dənə 3 təkrarlanıb deyə bu sıranın modası 4'dür. Daha doğrusu 3'dür. Əgər yox, 2 də bir dənə təkrarlansaydı, 4 dənə də 2 təkrarlansaydı, bu sıranın modası həm 2, həm 3 olacaqdı və bu sıra 2 modalı sıra adlanacaqdı. Yəni, bu cür qaydalar var. Ədəd ortada cəminin sayına nisbəti. 71-ci sualı artıq özünüz yazarsınız. Məsələn, tam hissə nə demək istəyir? Məsələn, 5,3-ün tam hissəsi neçədir? 5. 8,7-nin tam hissəsi neçədir? 8. Yəni, bunu demək istəyir. 72, 73 tipli sualları məncə çox izah eləmişik. Dərsdə də izah eləmişik. Özünüz yazarsınız. 74 tipli suallarda məncə yetəri qədər izah elədim. 75 sizlikdir. 76 sizlikdir. 77 sizlikdir. 78 sizlikdir. 79'la sizlikdir. Mütləq dövrü onluq kəsiri adi kəsirə çevirməyi unutmayın. Necə çevirəcəksiniz? Mötərizənin içərisində rəqəmlərin sayı qədər məxrəcə 9, bir dənə 1 var deyə bir dənə 9 yazdım. Bir dənə də 1'i sürətə yazırsınız. Sonra da düzgün olmayan kəsiri çevirərsiniz. Baxarsınız görək, onda 9'un tərsidir ya yox. 80 tipli suallarla davam eləyək. 80 tipli suallarda nə edirik? Deyir A və B tam ədədlərdir. Mənfi 11-dən kiçikdir. A özündən yaz da mənfi 12'dir. Məsələn, bu da mənfi 13'dür. Cəminin ən böyük qiymətini tapın deyir. Tam ədədlər olarsa. Təbii ki, bu da mənfi 12 ilə mənfi 13'ün cəmi olacaq. Müsbəti mənfiyə vuranda mənfi olur. Mənfi 12, mənfi 13 də topla qabağa mənfi qoy. Yəni mənfi 25 olacaq. Sonra 81. 4 uşağın cəmi 50 yaşı var. Bax, 4 dənə uşaq var burada. 1, 2, 3, 4. Düzdür. Bunun X yaşı var. Bunun Y, bunun Z, bunun da T. Bunların 50 yaşı var cəmi. Deyir 3 il bundan əvvəl onların yaşlarının cəmi neçə olub? 3 il bundan əvvəl, bu da 3 il əvvəl olub. Bu da. Onda neçə dənə 3 il olur? 4 dənə 3 il olur. Ona görə 4'ü 3'ə vurursan 12, 50'dən də 12'ni çıxırsan, ondan 2, 8, 4'dən 1, 3. 38 yaş olub. Uşaqlar nə edir? 3 il sözünü görən kimi götürür 50'dən 3'ü çıxır, 47 axtarır. Onda sən belə çıxır ki, bir dənə uşağı balacalaşdırdın, qalanları elə olduğu yaşda qaldı. Yox, sən əgər 3 il əvvələ gedirsənsə, mən də 3 il əvvələ gedəcəm. O birisi də 3 il əvvələ gedəcək. Onda belə çıxır ki, bizim cəmimiz 6 il, 6 yaş balacalaşmalıdır. Sən də 3 il əvvələ gedirsən, mən də 3 il əvvələ gedirəm. Sənin indi 13 yaşın var, mənim tutalım ki, 23 yaşım var, düzdür? Sən 3 il əvvələ gedəndə sənin 10 yaşın olur. Mən 3 il əvvələ gedəndə mənim 20 yaşım olur. Amma hal-hazırda 13 ilə 23 idi. 13 ilə 23'ün cəmi hal-hazırda neçə eləyir? 36.
Amma 3 il əvvələ gedəndə 10-dan 20-nin cəmi eləyir 30. Gördün 3 il əvvəl bizim yaşlarımızın cəmi 30 idi. Amma indi bizim yaşlarımızın cəmi 36'dır. Yəni 3 il sən, 3 il mən, 6 yaş biz cavanlaşırıq. İndi burada da 4 dənə 3 var. 4 nəfərdən söhbət gedir. 2 nəfər 6 yaşdır, 4 nəfər də 12 yaş olar da. Ümid edirəm bu da aydındır. 82-ci sualına davam eləyək. M ədədinin tərtibi 18-ə bərabərdir. Bu sualı sizin nöqtənizə buraxıram. Əgər tapa bilməsəniz, mən sizə kömək edəcəm. Oldu mu? Tapana da sinikiriz. 83-cü suala baxaq. Məncə 83 tipli suallardan mən çox izah eləmişəm. Amma eybi yox, yenə də izah eləyək. 83. Deyir A ədədi bərabərdir 3,2 vurulsun 10 üstü 9. B ədədi bərabərdir 5 vurulsun 10 üstü mənfi 7. Deməli, AB hasili, yəni 3,2-ni vurursan 5'ə, olur 16. Vurulsun. Əsaslara eyni olanları vuranda üstlər toplanılır. AB hasili bərabərdir 16 vurulsun 10. Müsbəti mənfiyə vuranda mənfi eləyir. 9'dan 7 çıxırsan. AB hasili də eləyir 16 vur 10 üstü 2. Düzdürmü? Amma biz bilirik ki, qiymətli hissə 16 ola bilməz. Buradan bir vergül ayıranda burada da tərtibi 3'ə qaldırıram. Hasilinin tərtibini istəyir. Tərtib 3'dür. Qiymətli hissəni soruşsaydı 1,6 olacaqdı. 84'də sizlikdir. 85. Neçə tam həlli var? Modulda veriləndə bir dənə fərqi var. Modulda veriləndə normalda sən 12, 13, 14, 15, 16, 17 götürəcəydin. Amma modulda verildiyi üçün bunların həm də mənfilərini götürə bilərsən. Çünki mənfidən yenə nə çıxacaq? Müsbət çıxacaq. Mənfi 11-dən müsbət 11, mənfi 12-dən müsbət 12. Ona görə hamısını saymalısan. Sonra bu 86'da belə bir qəşəng misal var. Burada fikir verirsə, mənfi 1 üstündə eni sizin yadınıza salmaq istəyirəm. Bunu da qeyd eləyərsiniz, soruşacağım. En tək ədəd olarsa bunun cavabı mənfi 1 elə. En cüt ədəd olarsa bunun cavabı müsbət 1 elə. Müsbət 1 də elə 1 kimi yazılır. Yəni nə deməkdir? Məsələn, mənfi 1'in kubu elə mənfi 1 eləyir. Mənfi 1'in üstü 4 elə müsbət 1 eləyir. Niyə? Çünki 1 necə ədəd, 4 necə ədəd, cüt ədəd, 3 necə ədəddir, tək ədəd. Fərqi budur. 87-ci sualla da yekunlaşdırıram. 87-ci sualda deyir ki, x 1-dən 4'ün arasında yerləşir. Məsələn, özümdən atıram 2. Modulda 2'dən nə çıxacaq? Yenə 2'nin özü, yəni x-in özü çıxacaq. Üstəgəl, məndə üstəgəl. 2'dən 1 çıxanda nə olacaq? Müsbət. Müsbət olursa olduğu kimi çıxacaq. Üstəgəl, məndə üstəgəl. 2 vurulsun, mörtərzi açıram. 2'dən 4 çıxanda nə alınacaq? Mənfi. Mənfi alınırsa yerini dəyişəcək. Deyəcəksiniz ki, ay müəllim, bəs x-ların yerinə niyə 2 qoyub hesablamadınız? Mən o x-in yerinə 2 qiymətini sadəcə işarə təyin eləmək üçün verdim. Yəni sənə cavab təyin eləmək üçün verməmişəm. Yəni yerinə qoyub cavab tapmırsan. Bilirsən niyə cavab tapmırsan? Çünki 1 ilə 4'ün yerində, 1 ilə 4'ün arasında təkcə 2 yoxdur. 3 də ola bilər. Nə bilim 2,5 də ola bilər. 3,100,1, 3,000,000 nə bilim neçə dənə ədəd var da yəni burada. Ona görə sən bura heç vaxt qiymət qoyub tapa bilməzsən. Yaxşı. Sadəcə qiyməti niyə qoya bilərsən? Müsbətliyini, mənfiliyini təyin eləyəsən. Müsbət alınırsa olduğu kimi çıxacaqdı. Mənfi alındı deyə yerini dəyişib çıxartdım. İndi nə edəcəm? X ilə x-i cəmləyəndə 2x yazacağım. Mənfi 1 ilə hələ müsbət 2-ni cəmləmirəm. 2-ni hələ vurub açacağım. 2-ni 4'ə vuranda müsbət 2-ni müsbət 4'ə müsbət 8. Müsbət 2-ni mənfi x-ə mənfi 2x. Mənfi 2x ilə müsbət 2x gedir. Mənfi 1 ilə də 8'in cəmi böyükdən balacanı çıx. Böyüyün işarəsi. Bitdi. Bu da belə. Ümid edirəm video anlaşıqlı oldu. Videoya like etməyi, yorum yazmağı və abunə olmağı unutmayın. Dostlar, növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Sualı olan yorumlara yazsın.